Coğrafiya müəllimi Arzu Əhmədova. Bugünkü dərsimizə başlamazdan öncə, gəlin üç rəngli bayrağımızın mavi rənginin hansı anlam daşıdığına nəzər salaq. Tarix boyu bir çox dövlətlərin bayrağını boyayan mavi rəng nəyə işarət edir? Əlbəttə ki, türklüyə. Bəs kimdir türklər? Hansı coğrafi ərazilərdə yayılmışdırlar? Bugünkü dərsimizdə bu suallara cavab tapacağıq. Türk xalqları hələ eramızdan əvvəl Avrasiya materikinin mərkəzi hissəsində çox geniş bir ərazidə yayılmışdır. Qədim Çin mənbələrində türklər haqqında məlumatlara rast gəlinir. Türk tayfalarının bizim eradan əvvəl 5-ci yüzilliyə aid Almatanın 50 kilometrliyində altun geyimli adamın məzarı və eramızın 7-ci əsrinə aid Orxon Yenisey Şərqi Türkistan kitabələri tapılmışdır. Göytürk xaqanlığı, Böyük Hun imperiyası, Böyük Səlcuq imperiyası, Qızıl Orda, Səfəvilər, Osmanlı imperiyası və bunun kimi qüdrətli türk imperiyaları bəşər tarixi boyunca dünyaya hökmranlıq etmiş, mədəniyyət, elm, memarlıq sahələrində çox dəyərli töhfələr vermişdir. Türk xalqlarının dünya elm və mədəniyyətinə Əbu Nəsir Fərabi, İbn Sina, Bəhmənyar, Nizami, Tusi kimi filosoflar, Uluqbəy kimi astronom, riyaziyyatçı, Piri Rəis kimi kartoqraf, admiral, coğrafiyaşünas, Əbu Reyhan Biruni kimi təbiətşünas astronom, Hacı Zeynalabdin Şirvani kimi səyyah etnoqraf, Mahmud Qaşqarlı kimi etnoqraf filoloqlar bəxş etmişdir. Türk dünyası dil qohumluğu, adət-ənənə, tarixi coğrafi məkan baxımından bir-biri ilə sıx əlaqədə olan türk dövlətləri və xalqlarının məcmusudur. Türk xalqlarının Manas, Alpamış, Koroğlu, Dədə Qorqud kimi dastanlarında türklərin həyat tərzi, adət-ənənələri və qəhrəmanlıqları ilə bağlı məlumatlar verilir. Dil və mənşə baxımından türklər 4 qola bölünür. Oğuz, Qıpçaq, Uyğur, Bulqar. Oğuz qrupuna Türkiyə türkləri, Azərbaycanlılar, Qaqavuzlar, Türkmənlər, Türkmanlar, Axıska türkləri, Krım tatarları aiddir. Qıpçaq qoluna Qazaxlar, Qaraqalpaqlar, Kumuklar, Qırğızlar, Altaylar, Noqaylar aid edilir. Uyğur qoluna Özbəklər, Salayirlər, Sarı Uyğurlar, Tuvalılar, Şorlar, Kamasin Toballar, Baraba tatarları, Çulum tatarları, Kumandılar, Qızıllar, Xakaslar aid edilir. Bulqar qoluna tatarlar, Başqırtlar, Qaraçaylar və Karayimlər aid edilir. 7-ci əsrdən başlayaraq türklər Mərkəzi Asiyadan 3 istiqamətdə Şimal-Şərqi Asiya, Ural dağları və qərbə köç etmişlər. Yeni torpaqlar mənimsəmək, su mənbələrinə sahib olmaq məqsədi ilə ətraflara köç edən türk xalqları orada məskunlaşaraq yeni dövlətlər yaratmışdır. Karvan yolları üzərində yerləşməsi qədim türk dövlətlərinin inkişafına və onlar arasında əlaqələrin artmasına təkan vermişdir. Çoxəsrlik iqtisadi əlaqələr Türk birliyinin yaranmasına səbəb olmuşdur. Bu birliyin yaranması Böyük İpək yolu ilə də əlaqədardır. Hazırda bir çox türk dövlətləri öz müstəqil dövlətlərini qurmuş, bəziləri muxtar qurumlar yaratmış, bəziləri isə heç bir özünü idarə qurumuna malik deyil və müxtəlif dövlətlərin ərazisində yaşayırlar. Hazırda Türk dünyası birliyinə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızstan Respublikası kimi müstəqil dövlətlər daxildir. Bir çox türk xalqları digər ölkələrin Rusiya, İran, Ukrayna, İraq, Moldova, Gürcüstan və s. ərazisində məskunlaşmışdır. Birliyə daxil olan ölkələr arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə əlaqələr getdikcə genişlənir. Birliyin möhkəmlənməsi onun beynəlxalq nüfuzunun artmasına təkan verir. Türk birliyində təmsil olunan dövlətlər beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, ölkələrin problemlərinin həllində bir-birinə dayaq olurlar. Dövlətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələr ölkələrin inkişaf səviyyəsinə təsir edir. Əlaqələrin güclənməsi dövlətlər arası birliklərin yaranması ilə nəticələnir. Azərbaycan dünyanın müxtəlif birliklərinin üzvüdür. Onlardan biri də Türk Dünyası Birliyidir. Bu, tarixi, mədəniyyət və dil baxımından bir-birinə bənzər olan ümumi sayı 250 milyon nəfərdən çox xalqların birliyidir. Beləliklə, bugünkü dərsimizdə biz türk xalqları haqqında müəyyən məlumatlar əldə etdik. Növbəti dərsimizdə görüşənədək.